Bismillahirrahmanirrahim. Nəhayət, peyğəmbərlər ümidsizliyə qapıldıqda və özlərinin yalançı hesab edildiklərini gördükdə köməyimiz onlara yetdi. Uca və əzəmətli Allah doğru buyurub. Sədr Əs-Seyrəfidən nəql olunur. Mən, Müfəzzəl bin Ömər, Davud ibn Kəsir, Ər-Rəqqi, Əbu Bəsir və Əban bin Təğlib Mövlamız İmam Cəfər Sadiq əleyhissalamla görüşmək üçün o həzrətin yanına getdik. Onu torpağın üzərində oturmuş, üzərində qolları qısa olan, cibləri və yaxalığı olmayan xeybəri bir paltar geymiş halda gördük. O həzrət kədərdən dolayı çox ağlayırdı. Gözü yaşlarla dolmuşdu. O, ciyəri yanan, övladını itirən bir ana kimi ağlayırdı. Üzündən kədər və narahatlıq açıqca hiss olunurdu. Göz yaşları isə onun göz çuxurlarına dolmuşdu. O həzrət deyirdi: "Ey mənim ağam, sənin qeybətin məni yuxumdan məhrum edib, yerimi daraldıb, qəlbimin rahatlığını əlimdən alıb. Sənin yoxluğun mənim müsibətlərimi, sonsuz itkilərimi və hər bir itkinin ardınca gələn istirablarımı əbədi bir faciəyə çevirdi. Buna görə də gözümdən axan yaşları və sinəmdə yayılan iniltini hiss edirəm." Sədir dedi: "Ağıllarımız qorxudan qarışdı. Qəlblərimiz o dəhşətli haldan və qorxunc müsibətdən paramparça oldu. Həmin an bunun o həzrətin başına gələn bir fəlakətdən və ya keçmişdən gələn bir müsibətdən qaynaqlandığını düşündük. Dedi ki, Allah gözlərini ağlatmasın, ey ən xeyirli insanın oğlu. Hansı fəlakət sənin bu qədər hüzünlənib, göz yaş axıtmağına səbəb olub? Hansı hal səni belə matəmə salıb?" İmam Sadiq əleyhissalam bir nəfəs çəkdi. Narahatlığı gücləndi və dedi: "Allah sizə rəhm etsin. Mən bugün səhər Cəfir kitabına baxdım. Bu kitab ölüm, bəla və sınaqlar haqqında olan bir kitabdır. O cümlədən qiyamət gününə qədər baş verənlər və olacaq hadisələrin elmini əhatə edən bir kitabdır. Adları pak və münəzzəh olan Allah bu elmi xüsusi olaraq Muhammed Peyğəmbər salavatullaha və ondan sonra onun varislərinə vermişdir. Allahın onlara salamı olsun. Mən bu kitaba nəzər salarkən qaimimizin doğumunu, onun qeybə çəkilməsini, zühurunun gecikməsini, ömrünün uzunluğunu və möminlərin o dövrdə yaşadıkları sıxıntıları düşündüm. Qeybətinin uzun müddət olmasına görə şiələrin qəlbində yaranacaq şübhələr və çoxlarının dinlərindən dönməsi, İslamın boyunduruğunu öz boynundan çıxarması haqqında düşündüm. Uca Allahın buyurduğu kimi, biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü bütün əməllərini açıq kitab kimi qarşısına qoyarıq. Yəni vilayəti, kədər, hüzüntü və riqqət məni aldı. Dedim ki, ey Allah Rəsulunun oğlu, sən bu haqda bildiyin elmlərdən bəzilərini bizimlə paylaşmaqla bizi şərəfləndirdin və bizə ehtiram etdin. Əgər ağamız İmam Sadiq əleyhissalamın halı belədirsə, o zaman vəliy-i əmrimiz və zəmanəmizin imamının üzərimizdə olan haqları barəsində qüsur və nöqsana yol verən bizlərin halı necədir? Ey sahibə zaman! Səninlə görüşmək üçün dostlardan ayrıldım. Səni ziyarət etmək üçün vətənlərdən hicrət etdim. Məsələmi məmləkət əhlindən gizlətdim. Ta ki, sən Rəbbimizin yanında, ata-babalarının və ən yaxın dostlarının yanında mənim üçün şəfaətçi olasan deyə. Həmçinin nemətlərin, yaxşılıqların və gözəl müvəffəqiyyətin mənə yetişməsində vasitə olasan deyə. İlahi, intizar uzun oldu. Fasiqlər bizə tənə vurur. Zəfər bizim üçün çətinləşdi. İlahi, xeyirli vəlinin simasını həyatımızda və ölümümüzdən sonra bizə göstər.